Metod dəyişməklə də iş olmur. İndi bilirsiniz, metod tərəfdarıdırlar, pedaqogikada da bunu açıblar. Ay belə interaktiv keçir, artistlik eləyirlər. Klauna da açırlar dərslərdə. Qrup o uşaqları birləşdirək. Ay bu gün belə irəliyə getmiş bir metoddur. Mən bütün bu şeylərə acı-acı gülürəm. Bu çabalar çox aciz, cılız çabalardır. Buradan da açıq bəyan edirəm. Təhsilin canında istedadlı müəllim durmalıdır. İstedadlı müəllimin metodu onun şəxsiyyətindən doğur. Onun xarakterindən doğur. O necədirsə elə. O biraz didaktik üsul seçəcəksə, elə gözəl olacaq. Müzakirə şeyini seçəcəksə, elə gözəl olacaq. Çünki o orijinaldır. Orijinal adama hər üslub yaraşır. Amma biz məsələn tutalım ki, orijinal olmayan, qabiliyyətsiz adamları yığırıq auditoriya, onlardan müəllim düzəldirik. Onlar nə gözəl bir şey eləyə biləcəklər. Lap belə salto vursun tələbələri maraqlandırmaq üçün auditoriyada. Bir addım belə insanları özlərinə yaxınlaşdıramayacaqlar. Özün özüvə yaxınlaşmamısansa, başqalarını bununla necə alışdıra bilərsən? Özün yanmırsansa, necə alışdıra bilərsən tələbələri?